Herkese selamlar və artıq sizin də bildiyiniz kimi mən demək olar ki, 6 aydan çoxdur ki, müştəri axtarışındayım. Yəni öz işimlə əlaqədar müştərilər axtarıram və digər tərəfdən isə mətbəx stolu satan bir biznesin Instagram səhifəsini idarə edirəm və artıq 6 aydan çoxdur ki, bu müştəri axtarışında son 1-2 ay ərzində bir müştəri ilə əməkdaşlığa başlayacaq idim. Yəni bir başqa mebel biznesi ilə əməkdaşlığa başlayacaq idim. Amma texniki problemlər yarandığına görə əməkdaşlığa başlaya bilmədim və ona görə də mən başqa müştəriləri də axtarmağa başladım. Amma o yeni müştəri, yeni mebel biznesi mənlə əməkdaşlıq etmək istəməsi belə həqiqətən də bu mənə çox böyük bir motivasiya verdi və mən bu motivasiyadan istifadə edib başqa müştərilər axtarışına davam etdim və son artıq 3-4 həftə ərzində isə bir başqa mebel biznesi mənlə əməkdaşlıq etmək istədi və həqiqətən də yenə də başqa bir texniki problemlər nəticəsində bu müştəri də mənlə əməkdaşlıq etməyi rədd etdi. Və artıq mən də bunlardan qazandığım motivasiyalardan istifadə edib, yəni bu müştərilər həqiqətən də başqa müştərilərdir, yəni yad müştərilərdir və onlar da mənlə əməkdaşlıq etmək istəməsi belə həqiqətən də bu mənim üçün çox böyük bir motivasiya qazandırdı və yəni bu deməkdir ki, başqa müştərilər də mənlə əməkdaşlıq etmək istəyir. Bu həqiqətən də mənim üçün çox sevindirici bir haldır və mən də bu müştərilərdən aldığım, qazandığım motivasiyalardan, qazandığım dərslərdən istifadə edib başqa yeni müştərilər axtarışına davam edirəm və hələ də bu gün də başqa müştərilərə yazdım və həqiqətən də müştəri ilə, yəni başqa bir mebel biznesi ilə və yaxud da başqa bir biznes sahibi ilə əməkdaşlıq etməyə başladıqdan sonra həqiqətən də mən bunu YouTube vasitəsilə çəkib sizə göstərməyə çalışacağam və ümid edirəm ki, həqiqətən də mən bu öz işimdən həqiqətən də gözəl nəticələr əldə edəcəyim. İndi isə vaxt itirmədən mən videonun əsas mövzusuna keçmək istəyirəm. Hər gün yeni bir mübarizədir və bu sənin dünənki vəziyyətinə qarşıdır. Hər səhər oyananda bəzən heç çox motivasiyamız olmur və bu motivasiyamız olmadığı halda belə beynimiz bizə mənfi düşüncələr söyləyir. Və bu mənfi düşüncələr sən bugün başlamalı deyilsən, sabah başlamalısan və yaxud da hələ başlamaq üçün tezdir. Yəni bu cür beynimiz bizə mənfi düşüncələr söyləyərək bizi rahatlıq zonasına yönləndirir. Amma həqiqətən də uğur qazanmaq istəyən əsl insanlar bu mənfi düşüncələr gəldiyi halda belə hər gün istəsə də, istəməsə də hər gün çalışan insanlardırlar. Çünki həqiqətən də uğur qazanmaq siz hazır olduğunuz zamanda deyil, siz hazır olmadığınız zamanda belə, yəni istəmədiyiniz halda belə hər gün 1% də belə daha yaxşı olmaq üçün çalışmaqdır. Hər gün addımlar atmaqdır. Çünki həqiqətən də uğur qazanmaq istəyən insan hər gün disiplinli bir şəkildə, hər gün motivasiyadan asılı olmadan hər gün addım atan insanlardırlar. Və əgər ki, siz həqiqətən də əsl uğur qazanmaq istəyən bir insansınızsa və siz hər səhər oyananda bəzən motivasiyanız olmursa, sizin edə biləcəyiniz ən gözəl şeylərdən biri bu mənfi düşüncələri dinləməyib, hər gün irəliyə baxıb, hər gün addımlar atmaqdır. Və bunu da unutmayın ki, siz hər səhər oyananda sizin iki seçiminiz var. Ya siz rahatlıq zonasına düçar olacaqsınız, ya da ki, siz hər gün inkişaf edəcəksiniz. Və sizə bunu da söyləmək istəyirəm ki, siz hər səhər oyananda bir çox insan motivasiyası az olduğu zamanda onlar tez bir zamanda rahatlıq zonasına düçar olurlar və əllərinə telefonu alıb boş-boş videolar izləyirlər və yaxud da vaxtlarını boş yerə sərf edirlər. Amma həqiqətən də əsl uğur qazanmaq istəyən insanlar isə onlar ağıllarının mənfi düşüncə gəldiyi halda belə onlar motivasiyadan deyil, disiplinli bir şəkildə addım atan insanlardırlar. Çünki həqiqətən də onlar əsl uğur qazanmaq istəyən insanlardır. Yəni ciddi bir şəkildə hədəflər üçün çalışan insanlardırlar. Çünki onların ağlına, zehni, yəni onları zehni aldatmağa çalışsa belə, onlar bu mənfi düşüncələrə inanmırlar. Çünki onlar bilirlər ki, bu mənfi düşüncələr bir fakt deyil, bir aldatmacadır. Və onlar motivasiyası az olduğu halda belə əllərinə telefonu alıb boş-boş vaxt itirmək əvəzinə onlar hər gün öz işlərini görürlər. Yəni hər gün tapşırıq müəyyən edib o tapşırıqları reallaşdırmaq üçün vaxtlarını, öz enerjilərini, öz potensiallarını sərf edirlər. Və siz həqiqətən də əgər ki, əsl uğur qazanmaq istəyən bir insansınızsa, siz hər gün çalışacaqsınız, siz hər gün motivasiyalı şəkildə deyil, disiplinli şəkildə addım atan insanlarsınız. Və əgər ki,
siz həqiqətən də uğur qazanmaq istəyən bir insansınızsa, siz həqiqətən də əlinizə telefon alıb boş-boş videolar izlədiyiniz halda belə sizin içinizdə bir narahatlıq hissi oyanacaq. Çünki həqiqətən də siz vaxtınızı boş yerə sərf etdiyinizi hiss edəcəksiniz. Və bu həqiqətən də əsl uğur qazanmaq istəyən bir insanın xüsusiyyətidir. Və siz əgər ki, həqiqətən də uğur qazanmaq istəyən bir insansınızsa, sizin uğursuz günləriniz olacaq və siz bu uğursuz günlərinizə belə dərslər çıxardıb hər gün davamlı şəkildə addım atmaq istəyəcəksiniz. Və bu həqiqətən də sizin əsl uğur qazanmaq istəyən bir insan olduğunuzun sübutudur. Çünki həqiqətən də əsl uğur qazanmaq istəyən bir insan uğursuz olduğu günlərdə belə bu uğursuzluqlardan dərs çıxardıb hər gün yoluna davam edən insanlardırlar. Və sizin də bildiyiniz kimi mən öz işimlə əlaqədar bir neçə uğursuzluqlar yaşadım. Amma bu uğursuz olduğum günlərdə belə heç vaxt dayanmadım. Çünki bilirəm ki, bu uğursuz olduğum günlərdən dərs çıxardıb mən daha yaxşı uğurlar əldə edə bilərəm. Və əgər ki, siz hədəflərinizi irəliləyən yolda bir neçə uğursuzluqlarla yaşayırsınızsa və siz həqiqətən də əgər ki, əsl uğuru qazanmaq istəyən bir insansınızsa, siz bu bir neçə uğursuzluqlardan dərs çıxardıb gələcəkdə daha güclü bir addımlar ata bilərsiniz. Çünki bu dərslər həqiqətən də sizin üçün bir fürsət yaradır. Sizin gələcəkdə daha güclü bir addım atmanız üçün bir dərsdir. Amma uğur qazanmaq istəməyən insanlar isə, yəni sadəcə vaxtlarını boş yerə sərf edən insanlar isə, yəni daha az çalışıb, daha çox vaxtını boş yerə sərf edən insanlar isə, onlar bir neçə uğursuzluqdan sonra artıq dayanmaq qərarına gəlirlər. Çünki onların zehnində həmişə mənfi düşüncələr var və onlar bu mənfi düşüncələrin sonunda qapılırlar və geri çəkilmək məcburiyyətində qalırlar. Çünki bu mənfi düşüncələr onları razılıq zonasına götürür. Çünki onlar çox çalışmaq əvəzinə vaxtlarının çox hissəsini boş yerə sərf edirlər. Və indi isə sizə bir nümunə söyləmək istəyirəm. Bu dağa qalxmağa bənzəyir. Və bir çox insan isə bu dağa ilk dəfə baxanda, yəni bu zirvəyə baxanda bunun çox asanlıqla reallaşdıra biləcəyini düşünür. Və bir çox insan bu dağa qalxmağa başlayanda onlar tez bir zamanda enerjiləri aşağı düşür və onlar o zirvəyə gedən yolda, o hədəflərinə gedən yolda onlar tez bir zamanda imtina edirlər. Və onlar imtina etdiyi halda bir çox insan üçün isə, yəni əsl uğur qazanmaq istəyən insanlar üçün isə bir fürsət yaranmış olur. Və əsl uğur qazanmaq istəyən insanlar bu fürsətdən istifadə edib tez bir zamanda hərəkətə keçirlər və o istədiyi zirvəyə çata bilirlər. Və burada isə, yəni o istədiyi zirvəyə çatmaqda istəyən insanların bir çoxu isə onlar motivasiyası aşağı düşdüyü halda belə imtina edirlər. Çünki onlar düşünürlər ki, bu zirvəyə qalxmaq həqiqətən də çox çətindir. Amma ilk öncə onlar üçün çox asan görsənirdi. Yəni buradan da anlayacağınız kimi uğur qazanmaq çox çətin bir şeydir. Amma mümkündür. Və siz hər gün disiplinli bir şəkildə addım atırsınızsa, siz həqiqətən də uğur qazanacaqsınız. Sağ olun, özünüzə yaxşı baxın. Gələcək videolarda isə görüşmək ümidi ilə.